iqtisadiyyatda sivilizasiyanın problemini həll etməyə kömək eləyir. Hərdən global iqtisadiyyatda sivilizasiyanın yaratdığı problemin həllinə prioritet olarak ön plana çəkir. Məhəmməd Yunus haqqında Profesör Ədalət Muradovun sözünü mən sizə dedim. İndi gedək. Məhəmməd Yunus özü Bangladeşlidir. O UNEC-də bizə mühazirə oxudu. Biz ona sual verdik. Və Bangladeşdə yoxsulluğun reseptini bu adam tapıbdı. Ona görə ona 13-cü ildə zamanəmizin ən böyük təşəbbüsçülərinin biri adına da layiq verirlər. Və o 2006-cı ildə Grameen Bank ilə Nobel mükafatı alıbdı. Bu mükafata gedən yolunda çox çətin olubdu. O deməli dünya böyük şirkətlərlə davası olub, məhkəmə çəkişmələri olubdur ki, sən girov qoymadan kasıb adamlara deməli pul paylayırsan, bu cür olmaz. O deməli öz iddiasına axıra kimi getmir və yoxsulluğun elə bilginin reseptini tapıb ki, yoxsulluğa necə qalib gəlmək olar. Məhəmməd Yunus'la biz çay stolunda da yan-yanaşı oturmuşuq və gördük ki, belə bir şəkil də var. Məni belə bu şəkil hardan əmələ gəlib? Mən Məhəmməd Yunus'a dedim ki, siz Nobel mükafatı aldınız. Axı Pakistan'dan da Məhbub-ül Haq vardı. O da insan inkişaf potensialını həll eləyibdi. Böyük bir iş görübdü. Deyək ki, ümumi daxili məhsulu problemini həll eləyən insana Nobel mükafatı verirlər. Və Məhəmməd niyə bu adama vermədilər? Bu həddindən artıq onun xoşuna gəldi. Mən Məhbub-ül Haqqı hardan tanıyıram, onu sual elədi mənə. Necə olubdu, mən bu işi bildim. Ondan sonra bax, belə sətdə. Necə də qarışıqlı hörmətimiz artdı. O, məndən də belə bir şəkil çəkdirdi. Deməli, Məhəmməd Yunus'un da bu söhbəti deyim. Yenə üçüncü mən tanıdığım, əl verib görüşdüyüm adamların biri də ABŞ Milli Elmlər Akademiyasının üzvü Əziz Səncərdir. Əziz Səncər 46-cı il doğumlu yaşayır. Allah ona uzun ömür versin. Çünki indi tərzdə mən eşitdiyimə görə Türkiyədə də böyük mərkəz açırlar Əziz Səncər üçün. Və Əziz Səncər haqqında yəqin ki, Etibar müəllim çox danışıyor. Elə mənim özümə danışıbdı. Mən ondan çox danışmaq istəmirəm. Etibar onu danışar. Onu deyim ki, 2015-ci ildə kimya üzrə Nobel mükafatı alıbdı. İki Amerikanlı alimlə, o alimlərin adı da buradadır, Thomas Lindhauer və Paul Modric ilə birlikdə. O nədir, əzizsən, bunlar DNK-nın, remont, təmir etmək, bərpa etmək riskine görə, bəli, tamamilə düzdür. Əziz Səncər Azərbaycanı çox sevir. Deməli, o Şuşada olubdu. Şuşada getdi, namaz qıldı. Ondan sonra UNEC-də deməli, mühazirə oxudu. Sonra təqribən 4 ay bundan qabaq UNEC-in deməli, UNEC ekonomik forumda çıxış etdi. Bir neçə dəyərli alimlərimizlə bərabər suallar biz ona verdik. Və beləliklə burada da həm o birinci dəfə 16-cı ildə gələndə Türkiyə səfirliyində də mən ondan görüşdüm. Bunda da söhbətimiz olmuşdu. Amma ən gözəl budur ki, deməli, Əziz Səncər Şuşadadır. Əziz Səncər Şuşadadır. Bir də Şahlar müəllim, onu da qeyd eləyək ki, üzrsən sözünüzü kəsirəm. Hər ikisində də UNEC-in dəvəti ilə, hörmətli Ədalət Muradovun dəvəti ilə gəlib Əziz Səncər Azərbaycana. Buyurun, buyurun. Növbəti mən təqdim etmək istədiyim Nobel mükafatı laureatı Jares Ivanov Şalfiyorovdur. Bu Belaruslu milliyyətcən, Sovet fiziki sınıf, Leningrad fiziki sınıf, mənim də aspirantura dövrüm Leningradda keçibdi. Mən onun bir neçə Azərbaycanlı alimlərin banketlərində görmüşəm, bir yerdə olmuşuq.
Benim 3 yıl 4 yıl bundan qabaq bir aspirantın bunun yanına getmişdi. Söhbət eləmişdi, laboratoriyasına çıxış etmişdi. Bu adam amma əslində elm təhsillə də bağlı gözəl fikri var. O deməli nəyə görə Nobel mükafatı alıb? Onun gözəl belə mükafatı alıbdı. Heteroçeçid deyilən bir deməli keçidə. Deməli 1946-cı ildə 3 Amerikanlı fiziki Goma çeçid üzrə, yəni tranzistorun hazırlanması ilə Nobel mükafatı almışdılar. Orada o bir monokristal üzərində 2 tip yarım keçirici yaradırsan, P tip, N tip keçirici bir monokristalın üstündə bu gözəl effekt verirdi. Və Jares Ivanoviç nə elədi? Jares Ivanoviç 2 monokristalı bir-birinə yaxınlaşdırdı. Daha doğrusu galli arsenumun üzərində alüminium galli arsenum mono təbəqəsini yarattı və bunların arasında keçid alındı. Bu da ki mikroelektronikada, kosmik sənədə həddindən artıq böyük tətbiq olur. Ona görə də deməli Nobel mükafatı aldı. Bu yaxınlarda 2-3 il bundan qabaq dünyasını dəyişibdi. Amma o eyni zamanda deməli Rusiya parlamentinin üzvü kimi çox bizim üçün də əlverişli, hamı bəşəriyyət üçün çox əhəmiyyətli çıxışları var. Onun çıxışının biri budur ki, dövlət hökmən deməli dövlət burada yazmışdı. Niyə mən hələ də vergi ödəməliyəm və məmurlardan ibarət ağılsız ordu saxlamalıyam? Mən həmişə bütün səviyyədə demişəm ki, səhiyyə, təhsil, elm bütçədən maliyyələşməlidir. Əgər dövlətin bu narahatlığı bizim üstümüzə atır, dövlət bu narahatlıq bizim üstümüzə atırsa, onda lazım deyil, getsin. Onda bizim üçün çox asan olacaqdır. Yəni, həm dövlət bizi belə kəskin çıxışlar eləyibdir ki, bu çıxışları biz də eləyirik zaman-zaman deməli Azərbaycan mətbuatında. Mən sözü burada qutarıram, dərsən biraz çox danışdım. Ən yaxşı sözləri Etibar Əliyevdən eşidəcək. İcazə verin, Etibar müəllim tanışsın. Təşəkkür ederim Şahlar müəllim. Çox sağ olun, həmişəki kimi maraqlı. Etibar müəllim, buyurun. Etibar müəllim, sizdə təqdimat yəqin ki var, yoxsa necə? Yox, məndə yoxdur. Mən elə sinə dəftər danışıram. Sinə dəftər bu, kitab onda necə məsləhət görsə Etibar müəllim, yayımı dayandırsın Şahlar müəllim, yoxsa onda Şahlar müəllim siz dayandırın? Dayandırsın. Dayandırın. Dayandırdım. Sizdə Rana xanım təşəkkür edirəm və UNEK yeganə universitetdir ki, elm aylığı keçirir. Bu özü olduqca maraqlı bir hərəkatdır. Neçə illərdir ki, biz bunun şahidi oluruq. Ancaq burada maraqlı məqamlardan və təəssüf edici məqamlardan biri də az, deməli, qoşulanların sayının az olmasıdır. Görsənir ki, elm bir o qədər maraq kəsb eləmir hələlik. Nə vaxtsa, düzdür, burada elmin populyarlaşdırılmasında da ciddi geriləmələr var. Ancaq bütün hallarda mən görürəm ki, 9 nəfər qoşulub, bu çox azdır. Etibar müəllim, siz nəyə görə? Yəni, biz əslində əvvəl bu kütləviliyə belə önəm verirdik. İndi ki, bizdə hər şey sosial mediadan, Facebook üzərindən canlı yayım, sonra YouTube linkini və s. qoyuruq. Ona görə daha əvvəlki kimi mümkün qədər paylaşırıq UNEK-in saytı, yəqin görmüsünüz. Siz də sosial şəbəkələrdə çox aktivsiniz. Bu mövzu bəli, buyurun. Çox maraqlı mövzudur. Çünki elmin əsas sahələrini əhatə edir Nobel mükafatları. Bu fizika, kimya, fiziologiya və tibb, həmçinin iqtisadiyyat sahəsini Şahlar müəllim dedi 69-cu ildən verilir. Alfred Nobel çox ağıllı bir adam olub, həddindən artıq və mən deyərdim ki, antik dövrdə Avqustun vaxtında yaşamış bir mesenatın funksiyasını yerinə yetirir. Yəni, elm sahəsində, elm sahələri üzrə mühüm kəşflərə pul mükafatının və medalın verilməsinin deməli, ideyasının müəllifidir. Və bu ideya artıq deməli, 121 ildir
deməli, bu ideya davam eləyir və dünyanın bir nömrəli, bu mükafat dünyanın bir nömrəli mükafatıdır və əslində bu kluba üzv olmaq həm çətindir, həm də asandır. Asandır ona görə ki, istənilən şəxs açıqdır ora, öz kəşflərini təqdim edə bilər. Ədəbiyyat sahəsində ideal yönümlü əsərlər yaradıbsa, tənqidçilərin, bu sahədə olan institutların, akademiyaların təqdimatı əsasında Nobel ala bilər. Sülh sahəsində də yenə də açıqdır. Yəni, kimlər silahlı münaqişələrin aradan qaldırılması, dünyada sülhün bərqərar olunması sayəsində ciddi işlər görürsə, onlara sülh sayəsində Nobel mükafatı verilir. Və Nobelin vəsiyyəti 1898-ci ildə olub. O qeyd etdiyim sahələri əhatə eləmişdi. Və ilk mükafatçılar o qədər uğurlu oldu ki, bu Nobel mükafatının olan inamı, ona olan optimizmi xeyli artırdı. Yəni 1901-ci ildə fizika sahəsində Rentgen şüalarının kəşfinə görə Wilhelm Konrad Rentgenə, mayələrdə osmotik təzyiqin kəşfinə görə Van 't Hoff'a, kimyaçı, böyük kimyaçı Van 't Hoff'a, zərdabın kəşfinə görə Emil von Beringə, Qırmızı Xaç Cəmiyyətinin yaratdığına görə isə Henri Dunant'a verildi. Yəni, görürsünüz, indi də kimlər ki, poliklinikaya gedir, bu pullu, belə deyək ki, hospitallara gedir. İlk öncə deyirlər ki, rentgen olunmusan mı? Yəni, bu 1901-ci ildə olan kəşf, 1901-ci ildən olan kəşf... Ayrında bəlkə var, bilmirəm. O tadda var, gedim, mənə də nalıqsınız lazım. Kimsə mikrofonu açıqdır, bəlkə o danışdım. Və sonradan Rentgen şüalarının ətrafında xeyli kəşflər olundu. Şahlar müəllim bayaq o Kormakın kəşfini dedi. Neçə il ötməsinə baxmayaraq əsas ideya Rentgen ideyası idi və onun ətrafında belə deyək ki, xeyli kəşflər oldu. Sovetlər vaxtı bizim təhsil aldığımız vaxtlarda sanki bu mükafata bir qısqanclıq var idi. Yəni, biz kvant fizikasını və yaxud da atom fizikasını keçərkən Werner Heisenberg'i yazırdılar, amma yazmırdılar Nobel mükafatı laureatı. Stark'ı yazırdılar, Stark'ın nəzəriyyəsini və yaxud da Rudolf Mespauer effektini keçəndə yazmırdılar ki, onlar Nobel mükafatı laureatlarıdır. Hətta biz bilmirdik Nobel mükafatı nədir və Albert Einstein'in də bu mükafata layiq görüldüyünü bilmirdik. Bəlkə bunun əsas səbəblərindən biri Sovetlərdə iki sahə üzrə xüsusilə böyük senzura var idi. Ədəbiyyat və sülh sahəsində imkan vermirdilər. Hətta Boris Pasternak'ı o səviyyəyə gətirib çıxartdılar ki, Boris Pasternak bu mükafatdan imtina elədi. Aleksandr İsayeviç Solzhenitsin və Iosif Brodski isə ölkəni tərk elədi. Ancaq elm sahələrində bu, Şahlar müəllim də dedi, bu tam siyasətdən kənar bir platformadır və bu sahədə Nobel alanların tam siyasətdən kənar, onların yəni kəşflərinə görə verilirdi Nobel mükafatı. Və Sovet tibbi Nobel mükafatı almayıb. Çar Rusiyası dövründə İlya Meşnikov və İvan Pavlov alıb. Sovet tibbi Nobel mükafatı, yəni Çar Rusiyasında 2 nəfər bu mükafatdan. Sovet kimyasından 1 nəfər Nobel mükafatına layiq görülüb. O da Semyonovdur, böyük kimyaçıdır. O da bir Amerikanlı ilə birgə alıbdır. Fiziklər çoxdur, o da məktəblə bağlıdır. Xüsusilə demək, bu Kapitsanın deməli, elmi təşkilatçılığı ilə bağlıdır. Kapitsa bilirsiniz ki, o vaxt Rutherfordun yanına getdi işləməyə
və yeri gəlmişkən Kapitsanın işlədiyi Cavendish laboratoriyasından 30 nəfər Nobel mükafatına layiq görülür. Elektronun kütləsi həmin laboratoriyada kəşf olunub. DNK-nın spiral quruluşu orada kəşf olunub. Deməli, orada Salam işləyib, Əbdüssalam işləyib, Nobel mükafatı alıb. Kapitsanın özü Nobel mükafatı alıb. Və maraqlıdır ki, Şahlar müəllim, burada ilk Nobelçi 1904-cü ildə deməli, ortaya çıxıb. Bu elektronun kütləsini tapdığına görə Thomsona verilib. Axırıncı kəşf isə 1989-cu ildə deməli, axırıncı kəşf olub. Görsənir ki, texnologiyalarla bağlı orada da müəyyən, artıq Cavendish laboratoriyasında da müəyyən durğunluq var. Yəni, axırıncı orada fizika sayəsində kəşf 89-cu ildə olub. Və Cavendish laboratoriyasından Nobel alanların 21-i fizikdir, 6-sı kimyaçıdır, 3-ü isə fiziologiya və tibb sayəsində Nobel mükafatına layiq görülür. Görsənir ki, bir laboratoriyanın, yəni bir Rutherfordun deməli, işlədiyi laboratoriyada fikir verirsiniz, 3 sahə üzrə 30-a yaxın, deməli, 30 şəxs Nobel mükafatına layiq görülüb. Bunun özü əslində böyük bir elmdə varislik prinsipinin öndə olmasına bir sübutdur. Mənim kitabxanamdan çox maraqlı bir kitab tapdım, Şahlar müəllim. Bu kitab deməli Nauka nəşriyyatı buraxıb, Biblioteka jurnala Ximiya i Жизнь, Kimya və Həyat deməli şey. Olduqca maraqlı bir kitabdır bu. Burada siz fikir verin, Pollingdən, Baltondan, Woodwarddan, Rudolf Mesbauer'dən, Hodgkin'dən, Watson'dan, Crick'dən, Kapitsadan, Prigojin'dən və Delbrück'dən intervyular var. Yəni bu kitab o zaman 89-cu ildə 50.000 tirajla çap olunur və 50.000 tiraj isə düşünürəm ki, az tiraj olduğuna görə ola bilsin ki, çox yerlərə gedib çatmayıbdır. Yəni, belə deyək ki, burada olduqca maraqlı intervyular var. Mən düşünürəm ki, bunların deməli, tərcümə olunması bizim gənclər üçün də, elmlə məşğul olan insanlar üçün də olduqca böyük əhəmiyyət kəsb edə bilər. Və burada çox maraqlı bir məqalə var. Kapitsa ilə Rutherfordun bir-biri ilə söhbəti var. Burada maraqlı bir məqamı deyim. Deyir, eksperiment üstündür, yoxsa nəzəriyyə. Deyir, hər ikisi üstündür, ancaq eksperiment daha üstündür. Deyir, bir sevgi var, bir də nişan üzüyü var. Nişan üzüyü həmişəlik qalır. İnsan dünyasını dəyişir filan, indi sevgi insanla gedə də bilər və s. Amma deyir, Şahlar müəllim, nişan üzüyü həmişəlik qalır. Burada mən bu cür kitabların sayı çoxdur və bugün bu cür konferansların əhəmiyyəti nədən ibarətdir? Əhəmiyyəti ondan ibarətdir ki, bu Nobel mükafatı laureatlarının böyük kəsimi fiziklər, kimyaçılar, fiziologiya və tibb sayəsində Nobel laureatların əksəriyyəti elmin populyarlaşdırılması ilə məşğul olublar. Bu çox vacib məsələdir. Məsələn, Əbdüssalamla birgə Nobelə layiq görülmüş Steven Weinberg'in İstoki Savremenной Nauki, müasir elmin mənbələri kitabı fundamental bir kitabdır və onu bizim tərcüməsi bizim deməli, gənc nəsil üçün və tədqiqatla məşğul olan insanlar üçün böyük əhəmiyyəti ola bilər. Və yaxud Watson'un elmi populyarlaşdırılması yönümündə gözəl bir kitabı var. Onun Azərbaycan dilində tərcüməsi belədir. Zəvzəhlikdən qaçın. Yəni, elm zəvzəhlik tələb eləmir.
Və yaxud Feynmanın Mən elmi necə görürəm bu əsəri. Və yaxud da Frank Wilczek'in 2015-ci ildə nüvə fizikasından Nobelə layiq görülmüş Frank Wilczek'in Fizikanın Gözəlliyi kitabı çox maraqlı kitabdır və o cür kitabların Azərbaycan dilində olmaması çox böyük təəssüf doğurur. Çox böyük təəssüf doğurur. Mən UNEK rektoru Ədalət Muradova təşəkkür edirəm ki, onun deməli, səylərin nəticəsində biz 2 Nobelçi ilə tanış olduq, ünsiyyətdə olduq, şəkil çəkdirdik, söhbət etdik. Və mən Əziz Sancara bir sual verdim. Dedim, sizlə Nobel alan Modriçlə Lindahl həyatda vardılarmı, yaşayırlarmı? Çox maraqlı bir cavab verdi. Dedi, onlar yaşayırlar, ancaq əməkdə deyirlər. Demək, elm həm də əməkdir. Və o təsadüfi deyir ki, 40 il DNK ilə məşğul ola və 40 ildən sonra Nobel mükafatına layiq görülər. Və yaxud da Erik Kender fiziologiya və tibb üzrə yaddaşı kəşf etdiyinə görə Nobel alıb. 40 il o təcrübə aparıb və sonda böyük yaddaş, kiçik yaddaş anlayışlarını elmə gətirib, ferment tapıb və ona görə də Nobel mükafatına layiq görülür. Son 10 ilin təcrübəsi və son 10 ilin Şahlar müəllim statistikası nəyi göstərir? Son 10 ildə Nobel alanların 5-i Yapon fizikidir. Və birbaşa Yaponiyada yaşamış fiziklərdir. Deməli, onların özlərinin artıq laboratoriyaları və məktəbləri var. İndi baxın, Əbdüssalam Cambridge'də Əhməd Sevail Amerikada işləyib Nobel mükafatı alıb. Aziz Sancar Amerikada işləyib Nobel mükafatı alıb. Ancaq son 10 ilin Nobelçiləri, baxmayaraq orada da Yaponiyada da nüvə fizikası sayəsində çox böyük alim var idi. İndi yəqin dünyasını dəyişər Yukawa. Və ola bilsin ki, Yukawa'nın qoyduğu bir məktəbdir. Və qeyd etdiyim kimi, onların 5-i də belə deyək ki, Yaponiyada yaşayıb. Həmişə elmi ədəbiyyatlardan Nobelçilərin bioqrafiyalarından tanışdıqda görürük ki, olduqca maraqlı məqamlar var onların həyatında və belə deyək ki, onlar yalnız və yalnız elmlə məşğul olublar. Onlar heç zaman siyasəti elmə qarışdırmayıblar. Və burada maraqlı bir məsələ ortaya çıxır. Doğrudanmı elm böyük ölkələrdədir, kiçik ölkələrdə elm yoxdur? Bu, əslində, bir qədər də qeyri-müəyyən bir sualdır. Əslində, məsələn, Hollandiyada, İsveçrədən çox böyük fiziklər və kimyaçılar çıxıbdır. İndi baxın, mən maraqlı bir misal gətirim. Məsələn, deyirlər ki, müqayisə edək, yəni qərb elmi ilə o zaman bizim Sovet elmini və yaxud da indi müqayisə edək. Məsələn, yazırlar ki, Einsteynin bioqrafiyasını yazırlar. Yazırlar ki, Albert Einstein fizik nəzəriyyəçidir. O, nisbilik nəzəriyyəsini kəşf edib, foton anlayışını gətirib, fotoeffekt anlayışını gətirib, ona görə Nobel mükafatı alıb və bir də bir təltifini yazırlar. 1921-ci ildə Nobel mükafatına layiq görülür. Werner Heisenberg qeyri-müəyyənlik prinsipini kəşf edib və demək 20 və Nobel mükafatına 32-ci ildə layiq görülür. İndi bizim alimlərin bioqrafiyasına baxaq. Məmməd Əliyev Yusif, Sovet kimyaçısı, akademiyanın müxbir üzvü, akademik, Komünist Partiyasının üzvü, əsas işləri neft işlənməsi, neft və kimyanın işlənməsi və təbii qazı üzrə
işləridir. SSR Ali Sovetinin deputatı və SSR Dövlət Mükafatı laureatı. Həsən Abdullayev, Sovet fiziki, Akademiyanın müxbir üzvü, Komünist Partiyasının üzvü, əsas işləri yarımkeçiricilər deməli, fizikası və bir də Ali Sovetin deputatı 70-ci ildən 84-cü ilə qədər. Və bizim alimlərin bioqrafiyasında önə çəkilən məsələlərə bax, deməli, Nobel mükafatı laureatı böyük alimlərin bioqrafiyasındakı önə çəkilən məsələlərə diqqət edir. Elm, belə deyək, yerini İkinci Dünya müharibəsindən sonra dəyişdi. Yəni, əgər baxsaq Nobel statistikasına, fiziklərə, kimyaçılara, fiziologiya və tibb sahəsində Nobelçilərə baxsaq, İkinci Dünya müharibəsinə qədər Amerikadan cəmi 5, bu sahə üzrə cəmi 5 Nobel mükafatı laureatı var. Şahlar mən bilir, fizikadan Albert Michelson almışdı, Amerika alimi idi. O birisilər mənim indi xatırlamıram, amma mən dəqiq bilirəm ki, 5-7 nəfər İkinci Dünya müharibəsinə qədər, belə deyək ki, Nobelə layiq görülüblər. İkinci Dünya müharibəsindən sonra elmin paytaxtı dəyişdi. Elm Amerikaya keçdi. O da faşistlərin elmi məktəbləri dağıtması ilə bağlı oldu. Və onlar artıq Amerikanın universitetlərinə, qovulmuş insanlar onların universitetlərinə getdilər və Amerikadakı elmi mühiti görəndən sonra Amerikada böyük kəşflər elədilər və bizim qeyd etdiyimiz Nobel mükafatına layiq görüldülər. Burada deməli, artıq siz baxsanız, İkinci Dünya müharibəsindən sonra Nobelə layiq görülənlərin 90%-i Amerika alimləridir. Fizika, kimya, fiziologiya və tibb sahəsində. Baxmayaraq, o vaxta qədər hətta deməli, qan qrupuna qədər, qan qrupunun Landstein kəşf eləmişdi. Ona qədər hamısı Almaniyada və Avstriyada, İngiltərədə yaşayırdılar. Sonra bu alimlər köçdülər və Əziz Sancar da özünün necə Nobelə çatmasını, onların İstanbula gələn 3 böyük alimin ona elmə necə çığır açmağın yollarını göstərməsi ilə əlaqələndirdi. Yəni, o şəxslər həqiqətən də, belə deyək ki, elmi özləri ilə daşıdılar. Və elmdə çox maraqlı bir məsələ var, bu Fritz Haber məsələsi. Fritz Haber 1919-cu ildə kimyadan Nobel mükafatına layiq görülür. O çox böyük alim idi, Fritz Haber. Bu kitabda da Kapitsa deməli Fritz Haber haqqında yazır. Fritz Haber'i deyirlər dünyanın ən nəhəng alimidir. Ancaq həm də deyirlər o dünyanın ən bədbəxt alimlərindən biridir. Onun kəşfi onun başına bəla olmuşdur. Nə idi o məsələ? Demək, Fritz Haber demək, çox sadə bir metodla, özünün metoduyla, düzdür, ona qədər ona sadə metod, o kəşfə qədər hər şey mürəkkəb görsənir, amma kəşfə qədər sadə metoduyla Şahlar müəllim, havadakı azotdan öz metoduyla amiyakı almışdı. Deməli, amiyakı havada 78% azot var və o azotdan amiyakı almış, silitranı almışdı. Və onun o kəşfinə görə Almaniyada kənd təsərrüfatı çox sürətlə inkişaf elədi. O qədər inkişaf elədi ki, artıq Çilidən onlar silitranı almadılar. Ancaq Haber tədqiqatlarının birində isə, Şahlar müəllim, zəhərli qazı kəşf elədi və faşistlər
Onun bütün nəsli, nəcabətini o qazda boğdular. Bir kəşfinə, deməli, Almaniyanın kənd təsərrüfatını ildırım sürəti ilə inkişaf elətdirdi. Başqa bir kəşflə isə onun atasını, anasını kəşf elədiyi qazda faşistlər boğdular. Və Hitler ona vaxt qoydu Almaniyadan çıxmağa. Həm də onu Almaniyadan qovdu. Kapitsa yazır ki, Fritz Kaber İsveçrəyə gəlmişdi Cambridge'ə. Ona çox adam salam vermirdi. Halbuki laboratoriyada kəşflərinin birində o zəhərli qazı ala bilmişdi. Və deyir, o buna dözmədi. Deyir, bizim hamımız bilirdik ki, o çox nəhəng alimdir. Və deyir, o buna dözmədi və tərk elədi. İsveçrəyə getdi, orada bir aydan sonra dünyasını dəyişdi. Fikir verirsiniz, fiziklər atom bombasını kəşf eləyənə nə qədər yol keçdilər. Ancaq Nagasaki və Hiroshimadan sonra qərara gəldilər ki, bəlkə də bu səhvdir və Lao Tzu'nun gözəl bir fikri var. Deyir, elə nəsnələr var ki, onların daxili işinə qarışmaq olmaz. Oradakı proseslər həqiqəti orada ehtiva eləyirlər. Dəmirin işinə qarışdıq, əla, alüminiumun işinə qarışdıq, əla, qızılın işinə qarışdıq, əla. Ancaq Urana tərəf gedəndə bu böyük fəlakətlər üzə çıxdı. Böyük Nagasaki, Hiroshima, bu da alimlərin kəşfidir və məcbur olub Einsteinlə Russell bir manifest imzaladılar, Pagoş Alimlər Hərəkatı. Və onu imzaladılar ki, bundan sonra biz elə addım atmalıyıq ki, bəşəriyyət fəlakətə yuvarlanmasın. Və burada bir ölkənin qələbəsindən söhbət gedə bilməz. Elə bir proses ola bilər ki, hamımız məğlub olarıq. O, nüvə müharibəsində, onlar o atomun gətirəcəyi nüvə üzrə tədqiqatların və onlardan silahların istehsalın qarşısını almaq üçün belə bir manifest imzalamışdılar. Mən yenə də qayıdıram bu məsələyə ki, bizim üçün bizdə tez-tez suallar verirlər. Bizdən də Nobel laureatı olacaqmı? Görürsünüz ki, ədəbiyyat da çox çətindir. Mən düşünürəm ki, əgər Nobel komitəsi müəyyən qədər obyektivliyi özündə təcəssüm etdirsəydi, bu ilin, ötən ilin sülh üzrə Nobel mükafatı bizim möhtərəm prezidentimiz İlham Əliyev və əziz və dəyərli Rəcəb Tayyib Erdoğana verilməliydi. Böyük bir regionda sülhün əldə olunmasına görə bu iki şəxs yenə də özlərinin sülh missiyalarını davam etdirir. Yenə də özlərinin sülhə töhfələrini verir. Ancaq görsənir ki, bu Storting, bilirsiniz ki, sülh üzrə Nobel mükafatı Norveçdə verilir. Yeganə odur, Norveç parlamenti, Norveç Stortingi verir onu. Nə vaxtsa mən düşünürəm ki, bu məsələnin üzərində dayanmalıdırlar. Çünki bütün fəaliyyət sülh üzrə Nobel mükafatına doğru hədəflənib və mən düşünürəm ki, o hədəfə bu iki böyük lider demək olar ki, çatıb. Başqa elm sahəsi üzrə əlbəttə ki, bu çətin bir məsələdir. Bayaq mən Cavendish laboratoriyasını misal gətirdim və artıq o qədər yeni cihazlar, tədqiqatlar üçün yeni cihazlar o qədər təkmilləşdi ki, fizika üçün qaranlıq qalan iki məsələni həll elədilər. Higgs bozonunu da tapdılar və Wolfgang Pauli'nin 60-cı illərdən hipotetik zərrəcik kimi adını çəkdiyi neytrinonun kütləsini də kəşf elədilər. Neytrinon kütləsini Yaponlar kəşf elədi. Və bu da olduqca böyük kəşfdir.
hal-hazırda bizim Nobel istiqamətində maarifçiliyimizə böyük ehtiyac var. O şəxslərin, Nobelçilərin yazdığı kitabların tərcüməsini etməliyik. Həmin kitabları təbliğ etməliyik. Bu gənclərin elmə baxış bucağını dəyişə bilər. Bu dəyişə bilər. Yəni, elmdə əgər 2-ci dünya 60-cı illərə qədər Einstein'in dediyi kimi alimin intuisiyası texnologiyaları üstəlirdisə, indi texnologiyalar get-gedə üstələməyə başlayır və Şahlar müəllimin də yaxşı tanıdığı Vitali Ginzburg'a Nobel 15-20 il əvvəl etdiyi bir kəşfə görə verildi. Söhbət ondan getmir ki, onlar laureat yox idi. Laureat ola bilsin ki, var idi. Ancaq anladılar ki, bu kəşf böyük kəşfdir və Vitali Ginzburg'a o 15-20 il əvvəlki kəşfə görə Nobel mükafatını verdilər. Prigojinin əsərlərini mən düşünürəm ki, kimya üzrə Nobel mükafatı laureatı sinergetika ambanilərindən biridir. O iqtisadiyyatda da tətbiq olunur. Həmin nəzəriyyələr, sinergetika, özünü təşkilatlandırma, dissipativ strukturlar, attraktorlar. Yəni, bu anlayışlar artıq bütün elm sahələrində istifadə olunur və çox təəssüf olsun ki, biz hələ İlya Prigojin də əsərləri ilə yaxından tanış deyilik. Və başqa bir məsələni də deyim. Bugün bir çox şəxslər, məsələn, ədəbiyyat sayəsində kimsə Nobel alıbsa, bunun siyasi motivlərini önə çəkirlər. Yox, mütləq yaradıcılıq olmalıdır. Mütləq. Yosif Brodskini heç kim siyasətlə bağlaya bilməz. O böyük şairdir və böyük esse ustasıdır. Aleksandr İsayeviç Soljenitsini də. Sovet iqtisadiyyatından Nobel alan yoxdur. Var iki alim. Kantorovich və Leonti. Ancaq onların, Kantorovich Sovet iqtisadçısıdır. Leonti ise Amerika'da almıştı Nobel'i. Nobel'i o Amerika'da almıştı. Ancaq görün, fənlər arası yanaşmalar nə qədər inkişaf edibsə və biz o paradigmadan da sanki məhrumuz. Məsələn, bir neçə il bundan öncə psixologlar iqtisadiyyatdan Nobel mükafatına layiq görürdülər. Kahneman, onlardan biri Daniel Kahneman'dır ki, onun kitabını Azərbaycan dilinə tərcümə ediblər. Və bizim ən mənfi cəhətlərimizdən biri ondan ibarətdir ki, belə görkəmli kitabların çapında təxminən onu oxucuya vermək baxımından 30-40 il biz geriyik. Və bugün köhnə ədəbiyyatlardan fənni tədris etməklə, ətalətli şəkildə fənni tədris etməklə, fənni bitmiş hesab etməklə tələbələri aldada bilmərik. Müəllimlər özlərini aldada bilməz. Və bugün Nobel klubları, bütün o sahələr üzrə Nobel klubları çox böyük klublardır. O klublar elmin daşıyıcılarıdır. Hansı ölkələrə gedirlərsə, həmin ölkələrdə onlar bir belə deyək, hadisə yaradırlar. Ancaq bütün hallarda elmə, fizikaya, kimya, fiziologiya və tibb sahəsində kəşfə və yaxud da Nobelə tərəf istiqamətlənmək niyyətimiz varsa, gənc yaşından deməli, tələbələri elmə cəlb etməliyik. O yolu göstərməliyik. Onun üçün mən düşünürəm ki, bizim alimlərin xarici ölkələrdə staj keçməsi olduqca vacibdir. İstedadları biz vaxtında ortaya çıxartmalıyıq. Başqa sahələr, ədəbiyyat sahəsində fərz eləyək ki, yeni istedadlı şairlərin əsərlərini İngilis, fransız, İspan dillərinə tərcümə etdirməliyik.
Başqa tərəfdən isə bir yazıçıların vətəndaş mövqeyi də çox böyük, mən deyərdim ki, önəm kəsb edir. İndi siz baxaq bir ümumi spektrə. Biz 1901-ci ildən 2022-ci ilə qədər Nobel mükafatı laureatı alimlərin, fiziklərin, kimyaçıların, fiziologiya və tibb üzrə Nobelə layiq görülənlərin deməli, bir neçəsinin digərlərinin üstün olması fikrinə gələ bilərik. Məsələn, Albert Einstein başqalarının fərqli ola bilər. Ancaq kəşf kəşfdir. Yəni, o uşaqlar mənim bayaq dedi, o maqnit tomoqrafiya məsələsini, onun özü də çox mühüm bir kəşfdir və görürsünüz, bəşəriyyətə nə qədər gəlir gətirir. Məsələn, soyuducunun içərisindəki o soyuducu, o maye bəşəriyyətə nə qədər böyük kəşflər gətirib, bəşəriyyətə nə qədər gəlir gətirib. Çünki hamının evində soyuducu var, hamının evində kondisioner var. Və bunlara görə, Nobelin etdiyi vəsiyyətə görə bu şəxslərə Nobel mükafatı verilib. Onların, mən düşünürəm ki, haqqıdır. Ancaq bir məsələndə qeyd edeyim ki, elm sahələrində çox az kənara çıxmalar ola bilər. Hətta insulini kəşf edən şəxs, səhv etmirəmsə, Banting etiraf etmişdi ki, mən öz tələbəmin gəldiyi nəticəni əsas götürmüşdüm. Onun da adı o siyahıda olmalıdır. Yəni, insulinin kəşfi, qan qrupunun kəşfi, vitaminlərin kəşfi, fizika sahəsindəki kəşflər, Şahlar müəllim onların əksəriyyətini sadaladı. Bunlar bəşəriyyətə müəyyən dərəcədə xeyir gətirən kəşflərdir və bunlar böyük alim zəkasının deməli, qələbəsidir. Və böyük alimləri bir-birindən fərqləndirən deməli, mühüm keyfiyyətdir. Və indiyə qədər Nobelin müxtəlif alternativləri yaradılıb, yaradılmağa cəhd edilib. Ancaq Nobelin tayı bərabəri olan mükafat təsis oluna bilməyib. Çünki bunun yarandığı vaxtdan niyyəti düz olub. Əyri-üyrü işlərə burada yol verilməyib. Yəni, hətta 23 yaşında fizika sahəsində Bragg Nobel mükafatına layiq görülüb. Hətta Bohr'un oğluna Nobel mükafatı veriblər. O.G. Bohr'a. Hətta Curie'nin həyat yoldaşına, kürəkəninə veriblər. Ancaq burada o qohumluq prinsipi rol oynamayıb. Burada kəşflər rol oynayıb. Elə olub ki, bir ailədən həyat yoldaşı fiziologiya tibbdən alıb, kişi isə fizikadan Nobel alıb. Ona görə də görürsünüz, burada hətta bu qohumluq əlaqələri, bu qohumlar da bu mükafata layiq görülsə belə, bizim dediyimiz kimi o qohumluq deyil. Və yaxud da bir ölkədən bir neçə nəfər ardıcıl alıbsa, bu yeri pərəstlik deyil. Nobel həm də bunları aradan qaldırıb. Təşəkkür edirəm, sağ olun. Etibər müəllim, biz təşəkkür edirik. Çox sağ olun ətraflı məlumat üçün, həm faydalı məlumat üçün. Bir də Etibər müəllim, dediniz, məsəl üçün o Nobel mükafatı qazananların əksəriyyəti Amerika Birləşmiş Ştatlarının payına düşür də. Bu, yəqin ki, Amerika Birləşmiş Ştatlarına olan beyin köçünə əlaqədardır, yox? Yəni, beyin köçü və bir də alimə verilən azadlıqlarla, alimin yüksək əmək haqqı ilə bağlıdır, alimə yaradılan şəraitlərlə bağlıdır. Yəni, o ölkə harada istedadlı insanlar varsa, onların axtarışındadır. Orada maliyyə heç bir rol oynamır, alimə sərbəstlik verilir. Ona görə mən sadaladım axı, bizim alimlərin ilk öncə siyasi uğurları önə çəkilir. 5 dəfə deputat seçilib, sonra yazırlar ki, yarım keçiricilər sahəsində və yaxud elektronika sahəsində müəyyən işləri olubdur. Yəni, müəyyən işləri olub. Həm də birisi, burada maraqlı bir məqam da var. Burada, indi onu çox vaxt qabartmırlar. Alanların böyük əksəriyyəti əlbəttə ki, bu yahudilərdir.
Yahudilər amma çox böyük alimlərdir. Bayaq qeyd elədiyim kimi antibiyotiki də onlar kəşf edib, qan qrupunu da onlar kəşf edib, fotoelektrik, üzr istəyirəm, fotosintezi də onlar kəşf edib. Genetikayla bağlı demək olar. Demək olar ki, bunlar birisi necədir? Mən bugün bir paylaşım etmişdim Gelfand haqqında. Gelfand orta məktəbi də bitirməyib, ali məktəbi də bitirməyib. Onu Kerdiş özünə aspirant götürüb. 25 yaşında elmlər doktoru olub, 27 yaşında akademiyanın müxbir üzvü olub. Burada hardasa bir sir var, bir mistika var. Lev Davudoviç Landau, bizim həm yerlimiz, 15 yaşında fizika fakültəsinə girib, həm kimya. 27 yaşında ilk kəşfini edib və İsterinbar Akademiyasının müxbir üzvü olub. Mən burada maraqlı bir məsələyə toxunmaq. Biz deyirik ki, filan kəs filan universiteti bitirib, filan orta məktəbi bitirib. Filan orta məktəbdən məzunundan bu qədər şəxs ali məktəbi bitirib. Ancaq elə xalqlar var ki, onun heç bir əhəmiyyəti yox. Sadəcə, onlar deyirlər ki, bizə evdə nəyi öyrədib valideynlərimiz. Bu çox maraqlı məsələdir. Anam mənə nəyi öyrədib, atam mənə hansı kitabları alıb, onlarda məktəb ailədir. Yosif Brodski 8-ci sinifdə SSR Maarif Nazirinə yazıb ki, 50-ci, 60-cı illərdə, mən bu məktəbdə oxumaq istəmirəm. Bu məktəb bizə bilik vermir, bizdən bilikləri alır. Ona görə də mən bu məktəbdə oxumaq istəmirəm və sinifdən, bu məktəbdən çıxıram. Bilirsiniz, bax odur, Locke'un dediyi kimi o təmiz lövhə, hər bir insanda bir tabula rasa var, təmiz lövhə var. O təmiz lövhəyə nəyə yadırsan? Və mən çox maraqlı bir paylaşım etmişdim, uşaqlar mənim xoşuna gəlmişdi. Atası ilə anası Lev Davudoviç Landaunu 2 gün ac saxlayırlar ki, onun musiqiçi olmaq istəyini ondan aralasınlar. Amma bacarmayıblar. O deyib ki, mən fizik olacağım. Yəni, nəysə o fizikanın hansısa bir maraqlı tərəfini buna izah ediblər. Ancaq bizdə uşaqların o hansısa bir istiqamətdə istedadı ortaya çıxan kimi biz deyirik ki, yox, mənim oğlum prokuror olmalıdır. Buna prokurorluq yaraşır. O fizikada getdi ağlı beynindən, kimyada getdi beynindən və bugün ən ciddi qüsurlardan biri bizim məktəblərdədir. Amerika təhsil sisteminin, onun ideyaları Amerika təhsil sisteminin özəyini təşkil edir. O John Dewey'dir. John Dewey deyir ki, məktəbin əsas funksiyası uşaqlarda olan istedad nişanələrini oyatmaqdır. Məktəb istedad nişanələrini oyada bilmir. Fransız məktəbi Henri Poincaré'nin, bəşəriyyətin ən böyük riyaziyyatçısının ibtidai məktəbdə oxuduğu vaxtı istedad nişanəsini oyatmasaydı, Poincaré bir musiqiçi kimi dünyadan gedəcəkdi. İbtidai sinif müəllimi gəlir, deyir ki, sizin bu uşağınızı hansı sənətə göndərəcəksiniz? O da deyir, yaxşı musiqiçi olacaq. O da deyir, yox, sizin evinizdə bəşəriyyətin ən böyük riyaziyyatçısı yetişir. Bunları təhlil eləməli. Bu cür diyaloqlar lazımdır da. Bu cür diyaloqlar, bu cür diskusiyalara geniş auditoriyalarda aparılmalıdır və düşünürəm ki, alimlər burada özlərini geri çəkməməlidirlər. Və mən müəllimim Şahlar Əsgərov mənə deyəndə ki, biz bərabər iştirak edirik. Şahlar mənə dəstəyib. Mən 2 tədbirim vardı, təxirə saldım. Çünki mənim müəllimim mənə indi də tapşırıq verir. İndi də tapşırıq verirsə, mən onu yerə sala bilmərəm axı. Və yəqin ki, Şahlar mənim maraqlı söhbət alındı. Çox təşəkkür Etibar. Həqiqətən hələ bizim vaxtımız var da Rəna xanım. Buyurun Şahlar bəy, buyurun. Əlbəttə sizə söz verəcəkdim. Buyurun. Çox təşəkkür, çox gözəl və çox əhəmiyyətli sözlər eşitdik Etibar Əliyevdən. Çox həm
orta məktəblə bağlı, həm tərbiyə ilə bağlı, həm gələcəklə bağlı. Ancaq mən təşəkkür edirəm. Etibarı qoy bizi eşidənlər də qulaq asına bilsin. Bəlkə də Azərbaycanda ən güclü kitabxana, şəxsi kitabxana Etibar Əliyevdədir. Bu kitablar öz təsirini göstəribdir, şübhəsiz. Amma bu çıxış zamanı suallardan da oldu. Bir neçə məsələyə də mən də bir də təzdən qayıdıram. Azərbaycandan 2 nəfər, Azərbaycanlı kimi 2 nəfər Nobel mükafatına yaxın olub. Bunun biri Cənubi Azərbaycanlı Əli Cavan olub. Əli Cavan fizikada yaxşı tanınan lazer var, bir də mazer var. Bərk cisimlər lazeri, bir də qazlarla da. O mazerin atası sayılır. Və qərbdə ona Şərqin Eynişteyn deyirlər. O lazerlər 63-də, 64-də ki mükafat alındı, Basov, Proxorov və digərləri. Bax, onda o 3-cü adam Amerikanlı idi. Əli Cavanla bir yerdə işləmiş. Əli Cavanın adını ora vermədilər. Sonra mən eşidirəm, deyirlər, 3-dən artıq adam vermirlər, ona görə vermirlər. Əli Cavanın adı düşməyib ora. Əli Cavan Tehran doğumlu da olsa, onu siz ensiklopediya görəcəksiniz, yazıb Azərbaycanlıdır. Əli Cavan. İkinci bəyək Etibar müəllim də dedi, Ginsburg, Vitali Ginsburg. Vitali Ginsburg Nobel mükafatı aldı. O iş aldı ki, onu Azərbaycanlı Oktay Hüseynovla bir yerdə eləmişdilər. Oktay Hüseynov Azərbaycanlıdır. Bakı Dövlət Universitetinin qutarıbdır, fizikanı qutarıbdır. Astrofizika rəsəxanasında direktor müavini olubdur. Sovet dövlət dağılanda Türkiyə getdi və Türkiyədə Ağdəniz Universitetində professor işlədi. Ginsburg bu mükafatı alanda əgər 4-cü adam olsaydı, o Oktay Hüseynov olasıydı. Bu, deməli, Etibar müəllim bizim biyografik xarakteristikalarımıza nəyi qoyuruq, amma dünya alimləri öz biyografik xarakteristikaları nəyi qoyuruq. Orada yazıda filan effektin müəllifidir, filan termini o gətiribdir, filan effekti açıbdır, amma biz nə edirik? Şahlar müəllim Milli Məclisdə komissiya sədri olubdur. Ondan sonra İctimai Şuranın sədri olubdur. Qardaş, bundan elim getməz qabağa. Faydalı iş görmək lazımdır. Eləmək lazım. Bu ictimai yükləri yüklüyürük, sonra fəaliyyətimiz də olmur. Mən sizə bir əhvalatda danışım, bir Nobel mükafatçısı da danışım, Kapitsa. Kapitsa çox nəhəng fizik olubdur. O 78-ci ildə səhv eləmirəmsə Nobel mükafatı alır. Hər bir Nobel mükafatı alan adam o Nobel mükafatı həmin il Stockholmda universitetdə mühazirələr oxuyur. Kapitsada öz mühazirəsini oxuyur. O mühazirəsini belə deyir ki, siz mənə ifrat axıcılıqla bağlı deməli mükafat verdiniz. Bu 30 il bundan qabaq olan ideyaydı. Mən indi ondan danışmayacağım. Mən sizə energetikadan danışacağım. Mən sizə termonüvə reaksiyasından danışacağım. Və o termonüvə enerjinin, termonüvə belədir ki, aydınlıq üçün deyirəm, yəqin çoxunuz da bilirsiniz. Atom bombasının enerjisini istifadə edirlər. Atom bombası, gəmi, nə bilim, nə motor. Amma nüvə bombasının enerjisi hələ indi də insanlara tabi deyil. Ancaq dağıdıcıdır. Nüvə bombasının enerjisi idarə olunmur. Onu idarə etmək üçün, termonüvə reaksiyasını idarə etmək üçün deməli bu haqda danışır. Amma Kapitsa birdən uzaq görənini yerir. Deyir, atom bombası nəinki kiçik dövlətlər, hətta varlı təşkilatlar belə düzəldə bilər. Ona görə mən gələcəyindən qorxuram, ona cəmiyyətin gələcəyindən qorxuram ki, atom bombası terroristlərin əlinə düşər. Görün, 79-cu ildə bu alim nə qədər uzaq görənini yeribdir. İndi bu sadə bəşəriyyət terrorizmlə nə qədər əziyyət çəkir.
Bəşəriyyət terrorizmdən əziyyət çəkib bunu 79'a Kapitsa demişdi. Kapitsa çox unikal adam olubdu. Çeldişi biz hamımız sevirik. Akademiyya prezidentliği edibdi. Sakharov məsələsində Kapitsa deyirlər, çıxış erəcəklə Sakharovu tənqid elə. Deyir, mən Sakharovu tənqid eləmərəm. Mümkün deyil. Nə qədər eləyirlər, o Sakharovun əleyhinə çıxış eləmir. Stalinin 70-ci, 60-cı ildə Stalinin bir, necə deyirlər, üzə çıxması var idi. Stalin təbrik edirdilər. 25 adam, 25 akademik Mərkəzi Komitə məktub yazır, bir də Kapitsa. Stalin'i diriltmeyin, ölüftü bu rəhmətliyə geçsin. O çoxlu insanlar qırır. Onda əlavə dediyim bir harda Nobel mükafatı və Nobel mükafatının haqqında 1 milyon pul durur. Kapitsa pulu alır, amma seriyə gətirmir. Orada da İsveçrədə banka qoyur, öz pulsuz gəlir Moskvaya. Yox, bu pulu mən istəmirəm, Rusiya gəlsin. Belə maraqlı insanlar. Bizim bir akademikimiz ne sebeptense türmeye düşmüştü. Sevimli bir adamdı, adını da demiyorum. Bizim ziyalılar onun dostları, tanışları onu müdafiə edebilmedi. Onu Rusya alimleri müdafiə elədi. Azerbaycan hökumətinə məktub yazdılar ki, siz onu bırakın, o ləyaqətli adamdır. Biz adı alırıq, ama bu adı sonra istifade edilə bilmir. Xırda işlərdə də istifade edilə bilmir. Ancaq əyrü işlərdə şefnisdən istifade edilir. Ben bu qədər Etibar müəllimin danışığından sonra da heç çox uzatmayaq. Çox maraqlı mövzudur. Hə, maraqlı mövzudur. Yaxşı da biliklərimiz oldu. Mən çox şey öyrəndim. O həqiqətən sualları olan var bəlkə. Ha, ola bilər, ola bilər. Sualı olanlar varsa sualların versinlər. Həqiqətən bu yerindədir. Novruz, Mart ayında beyin üçün məhsul veririk. Mart ayında biz bayramı gözləyirik ki, yaxşı, şirin şeylər yiyəcək, flop yiyəcək, amma beynimiz boş qalırdı. Beynimizi də UNEK belə məsələlərlə qidalandırır. Təşəkkür edək UNEK-ə. Bu günləri bizdə oldu kimya üzrə, Şahlar müəllim. Deməli, tibb üzrə oldu, iqtisadiyyat üzrə oldu, yadlaməmsi. Sabahları da ədəbiyyat üzrə olacaq inşallah. İnşallah. Aha. Buyurun, söz Etibar müəllim dediyi kimi kimsə nəsə demək istəyirsə buyurun. Burada bitirək. Olar Səfər müəllim, buyurun, xahiş edirəm biraz qısa. Aha. Lab qısa. Mən də əlbəttə ki, hamını salamlayıram. Şahlar müəllim başda olmaqla bütün komandanı salamlayıram. Şahlar müəllim, siz bizim fəxrimizsiniz və biz sizinlə həmişə fəxr etmişik, axıra kimi də fəxr edəyəsinik. Sadəcə mən bir şey demək istəyirəm. Bu istər-istəməz bu mükafatların verilməsində düzdür. Çox obyektiv bir mükafatdır. Amma yenə də biraz tərəfkeşlik var. Tərəfkeşlik var, amma mən istəyərdim ki, Azərbaycandan, yəni sırf Azərbaycandan və sırf Zaqataladan olan Məsud Əfəndiyə barədə sizə məlumat verim. O bizim qohumumuzdur. Deməli, Almaniyada kiçik Nobel deyirlər, Humboldt mükafatı. Ona layiq görülübdür. Həmişə gəlir biraz Zaqatala gələndə mən görüşürəm onunla. Riyaziyyatçıdır. Yəni mən inanıram ki, bu Məsud müəllimin davamçıları olacaq. Şahlar müəllim, mən inanıram ona. Çünki istedadlı tələbələrimiz də var və artıq biz tələbələrimizə deyirik ki, ay hörmətli tələbələr. Siz bilin ki, keçmişdə müəyyən qədər bu məsələlərdə daha çox tərəfkeşlik vardır. Lakin Azərbaycan bir dövlət kimi, bir xalq kimi özünü təsdiq edib və biz inanırıq ki, bizdən də həmin sahə üzrə mükafatçılar olacaq. Necə ki, Şahlar müəllim kimi alimlərimiz var və o Etibar müəllim də qeyd elədi. Bəzi köhnə fikirli müəllimlər, yəni biraz pis çıxmasın, saralmış vərəqlərlə mühazirə edən müəllimlər də qalma, amma müasir müəllimlərimiz də var. Və o müasir müəllimlərimiz Avropada oxuyub gəliblər, Türkiyədə oxuyub gəliblər. Onlarla biz bilavasitə işləyirik, yəni bizim filialımızda da şükür Allaha külli miqdarda müəllim var. Yəni təxminən 35 müəllimin 15 nəfəri, təcrid edirdim 20 nəfəri. Sırf müasir dövrdə, yəni müasir standartlara uyğun təhsil alıb gəliblər. Və mən onlarla hər gün əlaqədəyəm, onları ruhlandırıram. Bax, siz və sizin davamçılarımız bizim qədim ənənələrimizi yaşatmalıdırlar. Biz qədimdə Azərbaycan xalqı olaraq
çox böyük yuhallar yetişdirmişik. Mən bu auditoriyada istəmirəm çox danışam. Yəni Nəsrəddin Tusi'dən tutmuş bu tərəfə nə boyda bizim böyük alimlərimiz olub və dünya səviyyəli kəşflər eləyiblər və mən inanıram ki, yaxın gələcəkdə Azərbaycan da bu sahədə özünü deyəcək. Diqqətinizə görə çox sağ olun. Teşekkür ederiz Səfər müəllim. Səfər müəllim, Məsud Əfəndi təkcə Zaqatalan deyil, bütün Azərbaycan fəxridir. Eyni zamanda da UNEK-in də dostudur. UNEK-in də dostudur. İqtisadi forum Etibar müəllim də çox yaxınlaşdı. Biri 3 dekabr aralığında 21-ci ildə. Bir də bir dəfə də yadımdadır 2018-ci ilin dekabrın 27-si, yox 29-u Ağzalda ilk dəfə Məsud Əfəndiyevi orada gördük. Ədalət müəllim təşkil eləmişdi tədbir. Çox yüksək səviyyədə çıxanda da. Bu kitabdan bayaq qeyd elədim. Hə, bayaq, bəli. 8 Nobelçinin burada intervyusu var. Burada Rəşadlar mənim sağ olsun. Bunu deyəndə bu kitabı axşam vaxtlarında dedi mənə bərabər iştirak eləyək. Burada bu Şahlar mənim o fiziki yaxşı tanıyır. Mezbauer, bunun effekti var. Yəni, Mezbauer effekti, bəli. Mezbauer. Demək, burada intervyusunda Şahlar mənim görün, nə qədər maraqlı bir məsələyə toxunur. Deyir, bizlə biri oxuyurdu, bir nəfər. Deyir, onu kursdan xaric elədilər. Şahlar mənim. Deyir, ikinci kursdan bu adam bunu xaric elədilər. Deyir, bu sonra oldu, elmi populyarlaşdıran jurnalist. Deyir, mən onu xaric eləyən müəllimlərin hamısına bir-bir getdim, təşəkkür elədim ki, nə yaxşı siz bunu qovubsunuz. Bizim elmi populyarlaşdıran jurnalistimiz yox idi. Nə gözəl. Bu fizikanın elementar hissələrini bilir və elmi populyarlaşdırır. Bu elmi populyarlaşdırma sırf jurnalistikanı bitirənin işi deyil. Deyir, bax onu qovmaq bizə, görün, nə boyda başqa bir sahədə mütəxəssis faydalı formalaşmasında rol oynadı. Bilirsiniz, məndə kitabxanamda diyaloqlar bölünməsi var. Böyük alimlərin diyaloqları. Bir 80-ə yaxın belə bir diyaloqlar var. Mən onları oxuduqca çox təəssüf edirəm ki, tək mən oxuyuram onları. Rəna xanım, bunu gərək geniş oxucu kütləsi oxuya ki, müəyyən bir deməli, biliklərin ötürülməsində mən də deyərdim ki, mənim də müəyyən rolum. Müəyyən bir hissəsini onları tərcümə edirəm, verirəm. Ancaq o diyaloqlar çox vacib diyaloqlardır. Hər halda bilirsiniz, bu alimin və ali məktəbin kitabxanası müəyyən dərəcədə yenilik təşkil eləməlidir. Yəni, mən deyim ki, kitaba maraq həddindən artıq aşağıdır. Mən yüzlərlə elmi populyar ədəbiyyatlar görürəm mağazalarda. Onlar bizim müəllimlər üçün o qədər əhəmiyyətlidir ki, onlar yatıb qalıb kitab dükanlarında. Adam, Rəna xanım, hədiyyə eləməyə də qorxur. Deyək ki, bu nədir mənə gətirib verir? Ondan sonra köynəyi üstün tuturlar, qalstuku üstün tuturlar. Məsələn, bir fizikin, bir kimyaçının ad günü ola, məsələn, o günü mən bir kimyaçının, Hind məşəli bir kimyaçının, Nobelçinin kitabını aldım. Görün, kitabın adı nə qədər gözəldir. Genetik detektiv, o da genləri öyrənir. Aziz Sancar onun haqqında mənə bir 5 dəqiqə danışdı o Hintli haqqında. O Hintli kimyaçı, Nobelçi haqqında. Əslində, mən kimyaçı deyiləm. Mən onu kitabxanama aldım ki, kimsə kiməsə lazım ola bilər. Kimsə deyə bilər ki, bunun adını çəkəndə deyərsən ki, bunu mən sizə hədiyyə edirəm. Oxuyun və bu barədə uşaqlara, gənc nəslə müəyyən qədər, belə deyək ki, məlumat verin. Buna görə də düşünürəm ki, bizim nəsil öz missiyasını normal şəkildə yerinə yetirə bilməyib. İstər pedaqoji sahədə, istər gənclərin elmə cəlb olunması sayəsində və s. Özdə türk və rus dillərində o qədər operativ tərcüməni həyata keçirilir. Məsələn, mən dünən, yox sırağa gün Steven Weinberg'in o Salamla Nobel alanın kitabını aldım. O kitabı yazıb 2020-ci ildə
Ruslar 2021-ci ildə onu tərcümə ediblər. Şahlar Məhəmməd. Kitabın adı necə gözəldir. Mənim incəsənətə, elmə, yalançı elmə münasibətim. Fikir verin. Yəni o əvəzsiz bir ədəbiyyatdır. Bir adam da bunu tərcümə edib çatdıra bilmir. Hər halda Rəna xanım, siz də sağ olun ki, bu elm aylığı çərçivəsində Şahlar müəllimə mən də dəvət elədiniz, biraz ürəyimizi boşaltdıq. Hər halda böyük auditoriyalarda tələbələrə elmin populyarlaşdırılmasından dəstər demək lazımdır ki, onların elmə marağı artsın. Gözəl təklifdir. Etibar müəllim, gələcək bu elm aylığı, elm festivalı və s. düz deyirsiniz. Hardasa bəlkə bu tədbirlərin 50%-ni sırf tələbələrə yönəltmək. Yəni ki, məncə çox gözəl təklifdir. Yaxşı olur. Bəxt deyirsiniz, həqiqətən türklərdə, Türkiyə bizdən çox irəlidədir. Yəni ədəbiyyat, internet resursu baxımından, məsələn, bizdə adicə evladlarımın kitabları da demək olar türk dilində, bir də ingilis dilindədir. İndiki nəsil biraz əvvəlki biz indi Sovet dövründə böyüyən uşaqlar deyək də, biraz Sovet, yəni Rus dilində olan kitablarda yəni olurdu, amma indiki uşaqlarda ən çox türk dilində, bir də ingilis dilində kitablar, yəni öz sahələri üzrə də onları daha çox yəni əldə edirlər. Amma Azərbaycanca kitab razılaşıram ki, çox azdır, resurs çox azdır. Bəli, o həm elmin, həm tədrisində üstünə böyük yük düşür bu barədə. Razıyam sizinlə. Şahlar müəllim, buyurun, bitirək. Bitirək. Mən güman edirəm ki, bu işdə əmək olan hər sizə təşəkkür edirəm. Başda rektorumuz Muradova təşəkkür edirəm ki, belə bir aylıq təşkil edib. Etibar müəllim dediyi kimi, insanlar kimsə danışır, kimsə qulaq asır. Buna görə mən də inanıram ki, gələn ilki söhbətlərimizdə elmin populyarlaşdırılması və yaxud tələbələr üçün və yaxud orta məktəblər üçün daha olmalı. Çünki bünövrə oradan gəlir. Biz oradan düzəltməsək, yuxarıdakı 40-50 yaşlı adamlar nə qədər ağırlıq eləsək də o yayılmağı çətin olur. Gərək aşağıdan başlayaq. Buna görə təşəkkür edirəm xüsusilə Rəna xanım sizə, sizin qrupunuz'a, mərkəzlərin başında siz durursunuz, belə yorulmadan iş görürsünüz. Bu yorulmadan iş görməyində mənim deməlim müşahidəm belədir. İnsan öz işini sevəndə yorulmaz. Doğrudur. Bu işi sevirsiniz. Yaradılan şəraitdən də asılıdır, doğrudur. Mən də sizə təşəkkür edirəm. Hər zamanki kimi çox məsuliyyətlə yanaşdınız bugünkü tədbirimizə də. Həm də Etibar müəllimə demək istəyirəm, Şahlar müəllim, yanınızda da keçən dəfə dediniz ki, hətta Ədalət müəllim sizin o tədbirinizə də Facebook üzərindən ki, canlı mənə deyir ki, biraz baxmışdı, hətta sizinlə də fikirlərini paylaşmışdı. Bəli. Yəni ki, onu görə deyirəm ki, indi o... Ola bilsin ki, bu saatdə ola bilsin. Sosial medianın gücü böyükdür, həqiqətən. Yəni ki, sonra biz özümüzlə vaxtımız olanda, sonra məsələn evdə iş görə də onu təkrar yəni ki, izləyirik. Bu Facebook'ta paylaşır mı bu? Getdi, hamısı getdi, Facebook'ta paylaşıldı bəli. Canlı yayımlandı, orada da qalacaq. YouTube linkini də paylaşacağıq. Belə bir şəkillərimiz oldu. Çox sağ Etibar müəllim, çox sağ olun. Və də işinizin arasına vaxt ayırdınız. Sağ olun. Sizə təşəkkür sağ olun. Əziyyət çəkirsiniz, amma xeyirli işdir. Bunun adam faydası. Düzdür. Özümüz üçün nəticələr də çıxartdı. Şahlar müəllim, nəticələr də çıxartdı. Atatürk'ün bir misalı var. Müəllim o sənətkardır ki, əsərinə imza ata bilmirim. Sizin işini böyük görürsünüz, amma imza ata bilmirsiniz. Amma gördüyünüz ki, böyükdür. Elə sizin kimi alimlər dəyər verirsə, o bizim üçün belə imzalardan da böyük bir şeydir. Oldu. Sağ olun. Görüşərik. Sağ olun.